4. Şeytani sınaq və tarixi təkrar. Niyə tam məhv edilmirlər? Quranın fəlsəfi məntiqinə görə Allah zülm edənləri tam olaraq yox etmir. Çünki onlar vasitəsilə digər insanları sınağa çəkir. Əl-Əraf surəsində 27-ci ayədə buyurulur: Ey Adəm övladı! Şeytan atanızı və ananızı cənnətdən çıxartdığı kimi sizi də aldatmasın. Bu mənada şeytanın dostları, yəni fitnə əhli mövcud olmalıdır ki, iman gətirənlər imtahan olunsun. Sürgün bu sınağın bir formasıdır. Toplum torpaqlarından uzaqlaşdırılır, lakin yaşamaq imkanı saxlanılır. Əgər onlar yenidən torpaqlarına qayıdıb əvvəlki ədalətsizliyi bərpa etsələr, ayələrin məntiqinə görə əzab təkrarlanacaq. Tarix boyu bu təkrar müşahidə olunur. Dövlətlər qurulur, yüksəlir, lakin ədalətsizlik baş qaldırdıqda süqut edir. Bu, ilahi qanunun dəyişməzliyini göstərir. Bir qövm özünü dəyişməzsə, Allah onun halını dəyişməz. Ər-Ra'd 11. 5. Torpağın əsl varisləri. Salihlik prinsipi. Quranın yekun nəticəsinə görə, torpaq heç kəsə əbədi mülk kimi verilməmişdir. Əl-Ənbiya surəsində 105-ci ayədə buyurulur: Biz Zəburda da yazdıq ki, yer üzünə mənim salih bəndələrim varis olacaqlar. Bu ayə göstərir ki, torpaq varisliyi irqi və ya nəsil əsasında deyil, iman və salihlik əsasında müəyyən edilir. Torpaq Allahındır, Əl-Əraf 128 və O, onu istədiyinə verir. Ali İmran 26. Beləliklə, vəd edilmiş torpaq anlayışı milli deyil, universal bir prinsipdir. Ədalətli həyat quranlar üçün bərəkət, fitnə törədənlər üçünsə əzab məkanıdır. Nəticə: Quranda vəd edilmiş torpaq və sürgün hökmü bir-biri ilə əlaqəli iki ilahi qanundur. Seçilməlik, yəni kitab verilmək, məsuliyyət gətirir. Bu məsuliyyət pozulduqda fitnə fəsad yaranır və nəticədə sürgün hökmü tətbiq olunur. Bu, başqa ağır əzabın əvəzinə verilmiş bir mərhəmət formasıdır. Tarixi təcrübə göstərir ki, ədalətsiz toplum xoşbəxt həyat qura bilməz. Torpaq onlar üçün bərəkət deyil, əzab mənbəyinə çevrilir. Bu prinsip yalnız bir xalqın deyil, bütün insanlığın ilahi dərsi kimi qəbul edilməlidir.